Cəbbəlü Tariq Pireneya yarımadasının cənubunda Avropa ilə Afrikanın qovuşduğu ərazidə yerləşir. Dünya ticarət yollarını birləşdirən bu boğazın eni 20 kilometrdir. Adını bu ərazinin ən yüksək zirvəsi olan Cəbbəlü Tariqdən alıb. Qədim Yunan və Roma mənbələrinə görə Qırmızı adaya gedən Herakl Atlas dağlarından keçid açaraq Aralıq dənizi ilə Atlantik okeanı birləşdirib. Keçidin hər iki tərəfində isə dünyanın son nöqtəsini bildirən və Heraklın sütunları kimi tanınan Musa dağını ucaldıb. Orta əsrlərdə bura Vestgotların hakimiyyəti altında idi. 8-ci əsrdə Əməvi sərkərdəsi Tariq bin Ziyad İspaniyanı fəth etdiyi üçün ərəblər ərazini Cəbbəlü Tariq, yəni Tariqin dağı adlandırıblar. Boğaz Əməvilər dövründə əhəmiyyətli qərargah rolunu oynayıb. 1145-ci ildə hökmdar Əbd əl-Möminin əmri ilə Granadadan gətirilən əhali şəhər salmağa başlayır. Bundan sonra boğaz Aralıq dənizində əhəmiyyətli ticarət limanına çevrilir. Cəbbəlü Tariq tarix boyunca 13 dəfə mühasirəyə alınıb. İlk mühasirə 1309-cu ildə Pireneya yarımadasının müsəlmanlardan geri alınması zamanı baş verib. Bir aylıq mühasirədən sonra Cəbbəlü Tariqdəki 6 əsrlik müsəlman idarəçiliyinə son qoyulur. Lakin xristian əhalidən heç kim burada yaşamaq istəmir. Kastiliya kralı 4-cü Ferdinand xristianları əraziyə köçürməyə təşviq etmək üçün qanun hazırlayır. Krala xəyanət edən şəxslər istisna olmaqla edam cəzası kəsilən şəxslərə, həyat yoldaşına atıb qaçan qadınlara Cəbbəlü Tariqdə 1 il 1 gün yaşayacaqları halda azadlıq və güzəştlər vəd edilir. 1333-cü ildə müsəlmanlar Cəbbəlü Tariqi geri alır və qəsr tikirlər. Lakin müxtəlif illərdə ərazi gah ərəblərin, gah da İspanların əlinə keçir. 1501-ci ildə 15 ay çəkən 9-cu mühasirədən sonra Kraliçə İzabella Cəbbəlü Tariqi İspaniya krallığına tabe edir. Bu zaman təqiblərdən qaçan müsəlmanlar Mərakeşə köçməli olurlar. Bundan sonra İspanlar bölgədə məskunlaşmağa başlayır. Taxt uğrunda yeni savaşa qədər, yəni 11-ci mühasirəyədək Cəbbəlü Tariq İspan krallığına tabe idi. (1704-cü ildə İspaniya taxtı uğrunda gedən mübarizəyə Habsburg sülaləsi adından İngilis-Niderland qoşunları müdaxilə edir. Nəticədə Cəbbəlü Tariq İngiltərənin nəzarətinə keçir. Bundan sonra İngilislər Aralıq dənizində əhəmiyyətli üstünlük əldə edirlər. İspanların Cəbbəlü Tariqi geri qaytarmaq cəhdləri uğursuz olur. 1713-cü ildə imzalanan Utrecht razılaşmasına görə bu strateji ərazi əbədi olaraq Böyük Britaniyaya verilir. 1779-cu ildə İspan-Fransız qoşunlarının başladığı 4 illik böyük mühasirə uğursuz olur. İngilislər qazdıqları tunellərdə dəliklər açaraq müdafiə olunurlar. Onlar 250 illik hökmranlıq dövründə 55 kilometrlik tunel qazıblar. 1830-cu ildə Cəbbəlü Tariq Britaniya müstəmləkəsi statusu alır. Britaniya Hindistan, Afrika, Yaxın və Orta Şərqi müstəmləkəyə çevirmək üçün Cəbbəlü Tariqi dayaq nöqtəsi kimi istifadə edib.
Birinci Dünya müharibəsi illərində boğaz gəmilər üçün sığınacaq rolu oynayır. İkinci Dünya müharibəsi dövründə isə vacib hərbi bazaya çevrildiyi üçün əhalisi Madeira, Yamayka və Şimali İrlandiyaya təxliyə edilir. Hitlerin Felix planı çərçivəsində boğaza edilən hücumlar uğursuz olub. Qərbi Avropadakı müttəfiq qüvvələrin baş komandanı olan Eisenhower bu əməliyyat üçün Cəbəlü Tariq tunellərindən istifadə edib. Həmin tunellərdə xəstəxana, sursat saxlamaq üçün anbar, hərbçilər üçün ərzaq anbarı və çörək bişirmə sexi yerləşirdi. Alman və İtalyan təyyarələri Cəbəlü Tariqi bombardıman etsə də ciddi dağıntılara məruz qalmır. İspan diktatoru Franco ərazinin Britaniya nəzarətində qalmasından məmnun olmasa da Hitlerin Cəbəlü Tariqə hücum etmək təklifini rədd edir. İkinci Dünya müharibəsindən sonra Cəbəlü Tariqin statusu yenidən gündəmə gəlir. 210 ildən çox İspan, 320 ilə yaxın İngilis idarəçiliyində qalan Cəbəlü Tariq iki ölkə arasında mübahisə mövzusuna çevrilir. Soyuq müharibə illərində boğaz NATO-nun müşahidə mərkəzi idi. Cəbəlü Tariqlilər 1967-ci ildə keçirilən referendumda Britaniya hakimiyyətini seçirlər. Əhali 2002-ci ildə keçirilən referendumda da İngiltərə idarəçiliyinə səs verir. Birləşmiş Krallıq Avropa İttifaqından çıxarkən Cəbəlü Tariqin statusu yenidən gündəmə gəlsə də dəyişmir. Hazırda bu boğaz Birləşmiş Krallığın 14 dəniz aşırı ərazisindən biridir. İngilislər bu ərazidən hərbi dəniz və baza kimi istifadə edərək Afrikanın şimalını və Aralıq dənizinin qərbini nəzarətdə saxlayırlar. İl ərzində Cəbəlü Tariq boğazından 70 minə qədər gəmi keçir. Burada İspanlarla yanaşı müxtəlif din və millətlərdən olan şəxslər yaşayır. Bölgənin rəsmi dili ingilis dilidir. Əhalisi 30 mindən çoxdur. Pul vahidi Cəbəlü Tariq livri və ya Cəbəlü Tariq funtudur. Cəbəlü Tariq Avropada maqot meymunlarının yaşadığı yeganə ərazidir. Yerli inanca görə sonuncu maqot qalana kimi Britaniya burada hökmranlıq edəcək.